وذكر فإن الذكرى تنفع المؤمنين. Rububiyyət tövhidi. Bismillahirrahmanirrahim. Rububiyyət tövhidi, yəni Allahı yaradıcı, idarə edici və ruzi verən olaraq tək bilməkdir. Yəni Allah tək yaradan, hökmdar, can alan və verən, hər şeyi idarə edən tək varlıqdır. Tək ona yönəlmək. Qısa və cəm şəkildə desək, müxtəsər, rububiyyət tövhidi Allahın yaratma, ruzi vermə, diriltmə, öldürmə və kainata hökm etmə kimi Rəblik sifətlərində tək olduğuna inanmaqdır. Quranda buna bir çox dəlil var. Biri də Allahu xaliqu kulli şey. Əz-Zümər surəsi 62-ci ayə. Allah hər şeyin xaliq, yaradıcısıdır. Sələfin tərifi ilə desək, Şeyxülislam İbn Teymiyyə rahimehullah nə deyir? Rububiyyət tövhidi Allahı kainatın Rəbbi olaraq tək bilməkdir. Məcmuul Fətavə cild 1 səhifə 93. Velhamdülillahi Rabbil aləmin.